Məli, sənə mən qurban olum. Nənəsinin köməkçisi. Salam aleykum gözəl xanımlar. Hər vaxtınız xeyirli, uğurlu olsun. Xoş gördük sizləri. Bugün Ramazanın ilk cüməsi idi. Səhər-səhər sizlərlə video paylaşdım. Necəsiz, neyinirsiniz gözəl xanımlar? Ramazan necə gedir? Ramazan necə keçirirsiniz? Artıq Ramazanın ikinci gününü də bitirdik. Mən iftarımı açdıqdan sonra səsimi yazıram bu videoya. Videonu deməli dünən çəkmişəm. Bugün montaj etdim, səsimi yazıram, sizlərlə paylaşıram. Videonun bəzi hissələrini səsli çəkmişəm, bəzi hissələrini səssiz çəkmişəm. Ona görə üzərindən səsimi yazıram. Xanımlar, bu gördüyünüz qab Vip Life-ın ağardıcısının qabıdır. Keçən videolarımda göstərmişdim. Mən artıq yəni bir dəfə aldım. Bəyənirəm sadəcə o baha olduğu üçün, yəni İranınki də eyni nəticəni verdiyi üçün İranınkini istifadə edirəm. Bitmişdi o. Sadəcə burada tarixini göstərirəm. Home Life-ındır bu. Hələ 2026 neçənci ayına qədər vaxtı var. Xanımlar, Home Life-da deməli bu həm mutfaq üçün var, həm də deməli paltarlar üçün var. Mənim gözüm yaxşı görmədiyi üçün burada hələ kamerada görürəm ki, bəs bu mətbəx üçündür. Mən də aldırmamışdım uşağıma, oğlanlarıma ki, bəs hələ vardı, Home Life-ın istifadə edim. Bir dəfə istifadə etmişdim ondan. Siz deməli qablar üçündür, unutmuşam, elə bilirəm ki, paltarlar üçündür. Ona pardon, başqa qaba tökdüm, oğluma tapşırdım, oğlum aldı, gətirdi. Hər zaman bundan istifadə edirəm. Belə gözəl xanımlar, hər zaman da göstərirəm sizlərə. Eyni nəticəni verir, ona görə də bundan istifadə edirəm. Məli. Qaçını qoyuram. Xanımlar, çox gözəl hava var. Çox gözəl hava var. Nənəsi buna qurban. Balım da düşüb həyətə. Mən də düşmüşəm xanımlar. Qızıl gülləri kəsəcəm. Biz tərəfdə ona budamaq deyirlər. Artıq tumurcuq eləyiblər. Onları kəsməliyəm. Birazdan həyət bellənməlidir. Belə. Həyətdə gözüm görmür. Heç bilmirəm nə çəkirəm xanımlar. Günəşin şüası düşür. Belə. Güllərin hamısını kəsirəm ki, güllər belə də körpə budaqlar versin. Körpə budaqları əmələ gəlsin, belə qəşəng olsun. Belə kəsməyən də xanımlar, elə bir ki, rəhmətli atam həmişə deyərdi ki, elə bir ki, qoca olur. Amma kəsəndə yeni, cavan budaqlar, belə deyək, körpə budaqlar pöhrəliyir, çıxır. Belə. Sən gəl maşınını sür, nənə də öz işini görsün. Gəl həyatım. Gör mən bolum, körpəm. Hüseynə qurban olun. Belə xanımlar, kəsim, belə. Bu arada xanımlar, bugün Ramazan ayı daxil olub. Bugün sizlərlə video paylaşdım Ramazanla bağlı. Xeyirli Ramazanlar hər birimizə. Ramazanın ilk günüdür. Bugün ayın 19-udur. İnşallah Ramazana sağ-salamat daxil olduq. İnşallah sağ-salamat da Ramazanı yola salarıq. Məli, söhbət edir axı. Ramazanı yola salarıq. İnşallah günahlarımızdan təmizlənmiş halda üzü ağ Ramazandan çıxarıq. Bütün Ramazan boyunca da yaxşı əməllərimizi çoxaldaq, pis əməllərimizi, günahlarımızı tərk edək. Belə, can nənə, çoxlu zikirlər edək. Bacardığım qədər xanımlar, canlılar da açacağım inşallah. Belə, bu qədər. Bir daha xeyirli Ramazanlar hər birimizə. Məli, ver nənəyə onu. Onu ver nənəyə, nənə kəssin. Götür mənim həyatım, ömrüm günüm mənim. Canım balam. Xanımlar, sonra sual verirsiniz ki, bu qədər, can nənə. Mən telefonu əlimə alıram, məli imkan vermir ki, xanımlar. Sonra xanımlar deyirlər ki, bəs bu qədər dəsmal istifadə edirsiniz. İnşallah bu videoda, yəni indi çəkirəm, paylaşacağım videoda, bu dəsmalların hamısını ütüləyəcəm. Yuyulur, ütülənəndə deyirlər ki, yox, elə təmizi götürüb ütülüyür. Bunların hamısını günah yığıb, mən əslində qaynadıram xanımlar. Mən əslində qaynadıram, günah qaynatmır. Günah qaynatmır, belə yığır, belə hər birinə də belə ağardıcı, toz, paraşokda yəni səpir. Qaynar da su. Tökür, qalır, soyuyandan sonra götürür, sıxır atır maşına. Tərtəmiz olurlar. Amma mən qaynadıram, nə bilim. Belə. Günay belə edir. Can. Mən edəndə elə edirəm, Günay da belə edir. Hər öz üsuluna görə edir. Amma eyni nəticəni verir, onu deyim sizə.
Bunlar da xanım, yoxdur nənə qurban. Bunlar da xanımlar bezlərdir, yığılıb. Gör neçə gündür mən mətbəxdə təmizlik etmişəm falan. Yəni bezim çoxdur da, hamısı yığılıb bir böyük laxan və bezdir xanımlar. Bunlar hamısını bu videoda indi yuyulacaq, ütüləyəcəm, sizlərlə paylaşacağım. Belə, indi gətir qaynar suyu tökək günah. Bu arada həyətdə edirik də, qışda olsa, yayda olsa laxana həyətə qoyuruq vannana. Da, yəni o buxar da olmasın da vanna otağına falan. Da, yəni günah el edir. Mən balkonda qaynadıram, qaynadanda. Xanımlar, belə suyu da əlavə etdik. İndi qalacaq soyuyana qədər. Sonra sıxıb atacaq maşına. Yəni bezlərim köhnəlsə də, əldən düşsə də tərtəmiz yuyuruq, ləkəsiz falan tərtəmiz olurlar. Xanımlar, Məliflə təmizlik edirik həyətdə yarpaqlardır. Bunlar belə, hamısını belə kəsirəm. Belə də elə, gücüm nəyə çatır, kəsirəm, atıram, kəsirəm, tullayıram. Məli, bura gəl, ay bala. Gəl nənə qurban. Gəl görün. Ay bala, turbalar zadlar partiyar ailəmi su basar, gəl görün. Belə də xanımlar. Belə deyək, biz təsir edirik, itin günündədir həyət. İndi ola hamısını təmizləyəcəm, gündə biraz da. Gücüm çatmır axı. Güllərin çoxunu belə kəsdim. Elə kəsirəm, xanımlar, əyilirəm, qalxa bilmirəm. Ona görə kəsirəm, atıram, kəsirəm, sulluyuram, hara düşdü. Sonra arabanı qoyacam, hamısını dırmıqla belə eləyəcəm. Burada da kəsmişəm belə. Bəzilərini bura qoymuşam ki, xanımlar, bunları əkəcəm. İndi ola bilsin tutar da, bunlar qəşəng güllərdir. Bəzilərini əkəcəm. Bütün zibildir, xanımlar, görürsünüz, yarpaqlar falan. Ay Məli! Gör neyini. Can nənə! Can, nəni öpücük göndər. Oy, sənə qurban olum. Belə xanımlar, hamısını edeyim. Biraz da sabah edərəm, gücüm çatmır axı. Sabah edərəm, sonra yığaram arabaya, oğlum aparar atar. Sonra yarpaqlar falan hamısını dırmıqla edərəm, yığaram. Aparar atar. Sonra da gündə biraz belləyərəm. Bəzən xanımlar deyirlər ki, uşaqların özü niyə etmir? Xanımlar, uşaqlarımın vaxtı yoxdur. Uşaqlarım mənə demir ki, sən et. Özləri də evdə olmurlar deyə, həyata başqa yad kişi istəmirlər də gəlsin. Yoxsa bizdə xəyal bazarı var, xəyal bazarında dayanırlar fəhlələr. Məsələn, gətir 20-30 manat versən, 2 saatın içərisində burada nədir? Balaca yedi buranı beləyəcəklər. Sadəcə olaraq özləri evdə olmur deyə həyata insan buraxmaq istəmirlər. Mənə demirlər ki, sən et, dilur qulqosunu etmə. İndi olar cavanlar başa düşmür. Mən də yavaş-yavaş edirəm də həyatımda. Edəcəm, təmiz halini sizlərə göstərəcəm. Məli, sənə mən qurban olum. Nənəsinin köməkçisi, nənəsi. Belə xanımlar, çirkli görürsünüz də, indi inşallah təmiz halini də göstərəcəm sizə. Canım mənim. İndi mənə rahat deyil də, kameranı qoyum, iş görə çəkim, siz görəsiniz. Çünki ağır çəkiliyəm, əyilirəm, qalxa bilmirəm, qalxıram, əyilə bilmirəm, ona görə mənə rahat deyil. Sadəcə göstərim ki, görəsiniz. İtin günündədir. Bütün yarpaqlar falan, nə bilim. İnşallah təmizləyəcəm. Məli, neyinirsən? Nənələrə salam göndər, öpücük göndər. Oy, sənə mən qurban olum, sənə mən qurban olum, Sənə mən qurban olum. Xanımla həyətdən gəldi, üst başını batırmışdı da, maması dəyişib, indi gedir hələ yummağa. Balamın, biz tərəfdə elə deyirik, ürək əzilib balamın yeməyinə, sənə mən qurban olum. Mənim həyatım. Qabığını aç yedə, nənə qurban, qabığını aç ye. Qoy nənə sən kömək eləsin. Belə. Nənən sənə qurban olsun. Nənəsi balasına qurban olsun. Ay Allah, hava dəyib. Xanımla elə gözəl hava var, adamın həvəsi gəlir, adamın enerjisi artır, iş görmək istəyir, təmizlik etmək istəyir. Balam da nənəsi də kömək edir da. Bundan sonra nənə bala biz həyətdə olacağıq. Uy, sənə qurban olum. Ürəyim mənim, körpəm mənim. Nuş olsun sənə, ay Məlik. Nuş olsun sənə. Sənə qurban olum, ay Allah.
hava vurub uşağım necə bir iştah açılıb. Həyatım mənim, həyatım, ömrüm, günüm mənim. Xanımlar, bunları deməli vanna otağına qoyuram. Elə qoymuşkən dedim sizlərə göstərim. Keçən dəfə gördünüz, deməli bu cür maye sabun keçən videomda, son videomda bu cür maye sabunu 2 ədəd vurmuşdum. Yəni daim vururam da, bizdə çox istifadə olunur. Biri yaşıl rəngdə idi, satsumalı. Birinin üzərinə mango. Yəni mango ətirli. Bu isə deməli jasmin ətirlidir. Bunlar bitib. Bunlar artıq aylardır yoxdur və bu müqavilələrini bitib də, yəni daha gətirmirlər. Amma digərlərindən hələ də var. Bunlar duş geldi, duş gelləri artıq bitib. Açıram görəsiniz, yəni görürsünüz təzədir. Bunu deməli ofisdən belə vururlar ki, gələndə istərsiniz yol gəlir də. Məsəl üçün mərkəz ofisdən gəlir. Ətraf ofislərə də, yəni Bakının hər tərəfinə, bütün rayonlarına. Yəni açılmasın, tökülməsin. Xanımlar, o qədər gözəlliyi var, o qədər gözəlliyi var. Çox gözəl də, yəni çox. Mən yəni bu Pelor brendinin ən çox jasmin ətirli əl kremi, bədvidə vücud üçün olan kremi bəyənirəm. Bu duş gelidir, maye sabundur. Belə vanna otağına qoyuram, deyirəm, qoymuşdan da elə sizə göstərim. Nəyi pisdir ki, balalarım istifadə edir, mənə də xoş olur. Belə, gözəl. Yəni, bilirsiniz ki, şirkətlərin məhsulları marketlərdə olmur. Marketdə olmayan gözəl məhsullardan alırıq. 5 manat, 3 manat qazanırıq. Heç pul qazanmasaq da hədiyyələr qazanırıq. İndirimli qiymətə məhsullar alırıq. Belə. Duş geli 500 ml-dir, bu da 500 ml-dir. Belə xanımlar. Bunları vanna otağına qoyacağım. Diş məcunu da bitmişdi. Bu da deməli Bolqariyan yox, Belarusiyanın Modun brendinindir. Modun brendinindir. Çox gözəldilər. Qramları da çoxdur. 150-dir deyəsən. Hə, 150-dir. Belə xanımlar. Yəni aləmə mən milyonlar qazanmıram ki, amma dəstək oluram. Evimin xanımlar, yuyucu tozlu, yuyucu geldi, şampunlar, balzamlar, diş məcunları, diş şotkaları, uşaqlarımın ətirləri, gəlimin baxım məhsulları, el uşaqlarımın baxım məhsulları, hər bir şeyi, təmizlik məhsulları, hamısını mən özüm alıram. Yəni bu nəyə pisdir ki, hər birimiz edə bilərik. Günay da həmişə deyirəm, Günay, biraz delibaş ol. Mən bu gün varım, sabah yoxam. Sən də bunu edə biləsən. Yəni insanın özünün xanımları qazancı gözəl bir şeydir. Məsələn, mən hər zaman deyirəm ki, uşaqlarımdan çox razıyam, amma ona baxmayaraq mən özüm qazancı əldə etmək istəyirəm. Uşaqlarıma yük olmaq istəmirəm. Günay da izah edirəm ki, yoldaşın etməyi başqa, sənin özünün qazancın tamam başqa. Həm ailənə, yoldaşına dəstək olursan, həm də istər-istəməz, məsələn, insan yoldaş da milyoner deyil ki, elə hamımızın. Bir dənə, 2 dənə nəsə istəyəndə, 3-cünü istəyə bilmirsən. Bilirsən ki, gücü çatmır, tutaq ki. O 3-cündə sən özün qazancından evdə oturaraq et. Bəs mən bu yaşda edirəm, Cunaya öyrədirəm. Belə gözəl xanımlar. Qəşəng-qəşəng qoyuram. Bu qədər Cunaya xanımla hədiyyələr verirəm ha. İndi Günay özü üçün olan məsələn maskalar, saç maskaları, üz maskaları, məsələn də ətir, krem, bunlar heç bunları istifadə edir. Amma bütün bunlardan, bunların cürəbəcür, nə bilim, çiyələhlisi, mangolsu, nə bilim daha hər çiçəkli var da, şampunları, balzamları, onların heç birini Günaya deyirəm ki, istifadə etmə. Hələ ki, yəni hamısında 3-4 il saxlama müddəti var. Hələ ki, mən alıram da, qoyuram. Elə qoyur, olsa bir evdə yaşayırıq da, istifadə elə. Haça mənim gücüm çatmaz. Almaram, onda verdiklərimi istifadə edərsən. Belə. Pis etmirəm ki, xanımlar. Belə. Bir də nəyə göstərəcəm sizə, xanımlar? Bir dəfə göstərmişdim sizə. Elə indi də göstərəcəm. Deməli, mən 2023-cü ildən Home Life-dan ayrılmışam. 2023-cün noyabrında Home Life-dan ayrılmışam. Artıq 2 il neçə aydır, 3 ilə keçib ayrılmışam. Axırıncı dəfə vurduğum məhsuldur, Türkiyədən vurmuşdum. 5-i 1-ci ay 2024. Deməli, noyabrda vurulub bu məhsul. Amma 2024-də yanvarın 5-i gəlib. Düz 2 ildir bu məhsul mənim evimdədir. Deməli, mənim üst direktorum
O vaxt bu vaxt bu məhsul məndə qalıb. Neçə dəfə vermişəm, uşağım aparıb işinə balaca oğlum. Demişəm ki, yoldaşı getsin oradan götürsün. Nəsə alınmayıb, təzədən uşağı evə gətirib, təzədən belə, təzədən elə. Axır ki, mən da narahat oldum. Yığdım ki, yoxdur, mən belə şeyə narahatam. Səhər mən xəstə insanam, yıxıldım, öldüm. Bu əmanətdir məndə. Yəni mənim də uşaqlarım səni axtarıb tapıb verməyəcəklər ki, belə baxanda. Mən narahatam da. Dedi ki, halal xoşum, götür, istifadə elə. Mən də sizə göstərim. Bir dəfə də göstərmişəm bunu sizə. Buradan da Qızılgül xanıma salam göndərirəm. Dedi, halal xoşun, istifadə elə. Amma burada mənə uyğun elə bir şeylər yoxdur, xanımlar. Bir bu ətirdir, hansı ki, bundan mən Günayın ad günündə Günaya verdim. Onu mən özüm Türkçədən vurmuşdum. Bir dəfə də ondan almışdım. Günay istifadə etmişdi. Çox bəyənirdi. Mənim də çox xoşuma gəlirdi. Heç özümə almadım, xanımlar. Home Life-in ətirlərini heç özümə, uşaqlarımın üstünə də aldım, Günaya da aldım, amma heç özümə ala bilmədim. Amma hal-hazırda, məsəl üçün, Günaya verdiyim evdədir. 2 ildən çoxdur çıxmışam Home Life-dan evdə. Hələ bir dənə də var, göstərim sizə. Sadəcə qıyıb açıb istifadə etmirdim də. Xoşum gələ-gələ həmin ətirdən də bundan Günaya vermişəm. Xoşum gəlir, özü də evdə var, vurmuşam. 2 ildən çoxdur, amma açıb istifadə etmirdim. Günaya qismət oldu, verdim Günayın ad gündə Günaya. Bu da deməli, bunu artıq özümə qismət olacaq da. Qızılgül xanım dedi ki, halal xoşunuz, açın, istifadə edin. Dedim, çünki 2026-ın sonuna qədər vaxtı var, hayıfdır da bunlar. Mən bunu açıb işlədəcəm. 37 manat 50 qəpik səhv etmirəmsə. Home Life-ın bu ətri də var məndə. 2 ildən çoxdur bunu da almışam. Bunu da çox tərifləyirlər. Bunu da heç qeymıram. İndi yenə də qismət olar, bayram falan nəsə olar Günaya verərəm. Belə saxlayıram. Bu da elə bilim 40 neçə manatdır. Belə xanımlar. Amma bunu yox açacağım. İndi sizin yanınızda açacağım. Sonra içərisində nə var? 4 dənə məhsuluydu. Bir yerdə vurmuşduq bu məhsulu. Mənim adıma vurmuşduq. Mən öz məhsullarımı təbii ki götürmüşdüm. Bunlar Qızılgül xanımına idi. Bu, deməli, xanımlar var, məndə indi VIP Life-də işləyir, əvvəldə Home Life-də işləyiblər. Onlardan soruşdum, mənim anlayışım yoxdur. Dedilər ki, bu spreydir, hər hansı bir yaraya püskürdürsən, neyinirsən, hal-hazırda da 17 manatdır. Atdılar mənə qiymətində, 17 manatdır, yara üçündür, fərqi yoxdur deyir, hər hansı bir yara üçündür. İndi istifadə olunlar da, özü də balacadır, Home məhsulları bax olurdu, 50 millidir. Dedi, elədi. Sonra xanımlar, bir dənə belə. Bu da deyəsən 15 manatdır, neçə manatdır. Xanım atdı qiymətləri mənə. Glukozamin krem, glukozamin krem. Bu da dedi ki, əzəl ağrıları üçündür. Bədənin haran ağrıyır, elə sürt qollarına, üzr istəyirəm, ayaqlarına, yəni çiyinlərinə də, yəni istifadə olunacaq bir şeydir. 100 millidir, yəni bu da istifadə edərəm. Bu da indi bundan hələ bizim özümüzdə var, evdə var. Xanımlar, bu da bahadır. Bu da 17 manat, 15 manatdır. Bu da üz üçün maskadır. Bundan hal-hazırda evdə var. Bir məsələ var, biz tərəfdə deyirik ki, hələ filan şeyin tör töküntüsünü istifadə edir. Hələ Home Life-ın tör töküntüsü hələ məndə qalıb. Yəni hal-hazırda bundan var. Belə, bunu istifadə edərəm. Bu da indi Allah eləməsə bir yara falan olsa, yəni istifadə edərik. Bunu indi açacağım sizin yanınızda. Yəni Qızılgül xanım dedi ki, halallar xoşuz. Dedim, mən çox narahatam. Məndə əmanətə xəyanət yoxdur. 3 ilə keçib məhsul məndədir, amma ki, narahatam. Üzr istəyirəm xanımlar. Bəs bunu mən sizə çatdırım da bir yolla. Dedi ki, halal xoşunuz, götürün istifadə edin. Axır ki, bunu açarım, özüm istifadə edəcəm xanımlar. Görürsünüz, bağlıdır. Bunlar bir cür gəlir. Mən Günaya verdiyimin üzərində belə bu cür belə də kağızı da var idi. Amma görürsünüz, Home'un bəzi məhsulları belə gəlir xanımlar. Yəni üzərində yoxdur. Ona biz şık-şık deyirik. Görürsünüz, bağlıdır buradan. Görünür, yumru belə dairəvi bağlıdır. Amma üzərində yoxdur kağızı. Bu da elə. Amma mən Günaya verdiyimdə var idi. Buradan açım xanımlar. Yəni əmanətə xəyanət olunmamalıdır xanımlar. Yəni bu dəqiqədə məsəl üçün istəsəydi, mən də yəni yığdım ki, bəs çatdırım da məhsul, mən narahatam. Yəni əmanətə xəyanət olmamalıdır. 100 il üzərindən keçsə, əmanətə xəyanət etməməliyik. Çox gözəl ətirdir xanımlar, çox gözəl. Günay istifadə etmişdi bir dəfə. Bir də ad günündə verdim.
Belə. Özümə qismət olar istifadə edərəm. Açdım ki, qalsa işlətməyəcəm, saxlayacam ki, kiməsə verim. Belə gözəl xanımlar. Yəni evdə işləmək, bəzən xanımlar yazdılar ki, nə qədər maaş? Milyon maaşlar yoxdur burada xanımlar. Təbii ki, komanda yığa biliriksə, qazana bilirik. Amma sıradan bir xanım gəlir, qeydiyyatdan keçirsə, endirimli məhsullar. Məsələn, bu gün bizdə VIP Life-da 25% endirimli məhsullara. Zaten biz hər gün istədiyimiz bir gün məhsul alında 20% endirimdən alırıq. Məsəl üçün, ətirlər 40 manata yaxındır. Mən izləyicilərimə özümə neçəyə gəlir? 27 manata, elə də sifariş edirəm. Amma bu gün ekstra 25% endirimli, 22 manat neçə qəpiyə düşüb ətirlər, məsələn. Hər bir şey elə. Və bunlar qazançdır, elə bizim üçün. Xanımlar. Maşallah. Günah yemək bişirib. Kənd çorbasından xanımlar sos bişirib. Axşama mən özüm yemək hazırlayacağım iftara. İndi yoldaş özü yiyəcək, axşam uşaqlara da qalacaq. İndi mən də əlavə yemək hazırlayacağım, şorba hazırlayacağım, bir şey nəsə hazırlayacağım. Xanımlar, göyərtisini də əlavə etdi. Keşnişdə deyəsən doğradı, əlavə etdi. Maşallah, gəlimin əllərinə sağlıq. Maşallah. Hə, pomidor vurub, deyim, bu qırmızı nədir? Pomidor soku da vurub yəqin. Gör, pomidor soku da vurmuşsan? Balkona getdi. Hə, maşallah. Allah təala hər evə belə ağıllı gəlin qismət etsin. Xanımlar, videonun bu hissəsindən sona qədər artıq səsimi yazıram. Burada deməli dəsmallar da artıq həyətdə gördünüz. Onları soyduqdan sonra Günay sıxdı, gətirdi, maşına atdıq. Burada ard-arda görünür, amma dəsmallar yuyulduqdan sonra qabiyan maşını qoşuram işləməyə. Yəni eyni vaxtda işləməyə qoymuram. Keçən videolarımda qeyd etmişəm ki, onda qısa qapanma baş verir, yəni olmaz. Xanımlar, keks bişirəcəm. Düşündüm ki, birini deməli kişmişli edərəm. Kekslər bu cür belə qara kişmişdən olanda daha gözəl görünür, yəni gözə çarpır. Olmayanda mən sarı kişmişdən də edirəm. Kişmişi yudum, qoydum qurusun. Düşündüm birini kişmişlə edərəm, birini də üzərinə glazur gəzdirərəm. Onu da sonda nəsə etmədim. Dedim, bilsəydim, yəni qozla edərdim heç olmasa. İlk öncə burada deməli şəkər tozunu xanımlar, bu kofe üydəndir. Kofe üydəndən kesirirəm. Pudra halına gətirirəm. Məlik də burada mənə kömək edir. Birinci ağladı, dedim ki, sən sakit otur, mən yəni verəcəm, sən də sonda edəcəksən, mənə kömək edəcəksən. İndi birazdan gələcək. Gəlir, oturur, burada ağlayıb, küsüb gedib. Xanımlar, mən evdə hazırlayıram, amma marketə getdiyim zaman da mən hazırlaram. Bəzən xanımlar yazırlar ki, siz puding evdə niyə hazırlamırsınız? Xanımlar, hazırlayıram. Burada Məlik də kömək edir. Yəni pudingə nə gedir ki, özünüz bilirsiniz, evdə olan şeylərdir də. Kakaodur, vanildir, kraxmaldır, süddür. Zaten bunlar evdə olan bir şeylərdir. Amma hazır da alıram da. Şəkər pudrası da hazır alıram. Hər bir şey, suxari hazır da alıram. Yəni elə bir momentdə yoxdur. Bir də onu hazırlamaqdansa, yəni hazır evdə olsun. Belə, yəni adətən alıram da, amma özümlə hazırlayıram. Belə, evdə də sevirəm də, yəni ehtiyatda olsun. Nənəsi qurban, burada da balım kömək edir də xanımlar. Mən xanımlar, qablar belə aşağı olanda xoşum gəlmir. Mən elə düşündüm ki, dolar, yəni elə düşündüm. Artıq qabı yumuşdum deyə də bir də çəkmədim. Burada gətirmişəm keksi hazırlamağa. Elə eyni qarışım hazırlayıram. 2 dəfəyə bişirəcəm xanımlar. Burada deməli, unutmasam resepti də yazaram. 6 ədəd yumurtadır. 1 stəkan, bir də yarı stəkandan biraz az şəkər tozudur. Elə yarı stəkan, 1 stəkan, bir də yarısı şəkər tozudur. Bunu ağarana qədər mikserlə qarışdırıram, çırpıram. Sonra yəni şəkər tozu xanımlar böyük xursa stəkandan 1 stəkan yarım idi. 6 ədəd yumurta.
Xrustal stəkanı ilə 1 stəkan qatıq, 1 armud stəkan, yəni böyük stəkanda yarısı bitki yağı, 1 paket vanil, 2 paket qabartma tozu əlavə edirəm. 3 stəkanda un gedir xanımlar. Çünki həm qatıq, həm yağ, həm yumurtanın sayı çoxdur, 6 ədəd. Ona görə 3 stəkan un getdi. Nənəsi qurban. Nə iş görürəmsə gərək bu da mənə kömək edə də xanımlar. Elə sevinir, elə sevinir iş görməkdən ötürü. Ürəyi gedir ki, nəsə mən tapşırım ki, Məlik bunu apar, maması desin, Məlik bunu apar ver nənəyə, mən deyim bunu apar ver mamaya. Sənə qurban olum. Allah təala bütün balaları qorusun. Mənim də balam, körpə balam onların içərisində. 2 paket xanımlar qabartma tozudur. Mən xanımlar sırağa gün, dünən yox, sırağa gün sizlərlə paylaşmışdım da video. Həmin gün bişirmişdim. Deməli, pudingi. Bu videoda dünən çəkilib. Yəni bir gün sonradır da, Məlikin pudingidir, biraz yiyib, sonra yemədim. Yəni son videonu izləyən xanımlar deyərlər ki, və o videoda da var idi, bu videoda. Son video dünən yox, sırağa gün paylaşmışam. Həmin gün bişirmişdim pudingi. Bu videoda dünən çəkilib. Mən bu hissələri xanımlar çırpıcı vasitəsilə edirəm. Xanımlar deməli mikserin az sürəti ilə qarışdırırlar, amma heç elə etmirəm. Elə çırpıcı vasitəsilə qarışdırıram. Bu ikinci stəkan idi xanımlar. Gözünüzün qarşısında edirəm ki, yəni görəsiniz. Üçüncü stəkanın hamısını birdən etmirəm ki, birdən yəni çox olar da o. Burada biraz götürürəm, birdən lazım da artıq olmasın. Sonra yəni əlavə edirəm, elə hamısını da əlavə edirəm. Necəsiz, nə edirsiniz gözəl xanımlar? Mən sizə demişdim də 2 ay bundan öncə, deməli, yeni illə bağlı, bu Şaxta Baba ilə yolka bəzəməklə bağlı, deməli, canlaşmışdım, orada söhbət edirdim ki, 2 ay keçəcək, bugün yolka bəzəyənlər, həmin vaxtda qeyd etmişdim ki, yolka xristiyanlarla da bağlı deyil, xristiyanlardan lap önə gedir, tarixi lap əvvələ gedir, Roma bütpərəstləri ilə bağlıdır. Olan tarixi ilə bağlıdır, yolka bəzəmək, izah etmişdim, həmin canlı kanalımda var, maraqlananlar gedib izləyə bilərlər. Yolka, deməli, bütpərəstlərə bağlıdır, Şaxta Baba, Qarqız, bunlar da, yəni xristiyanlarla bağlıdır. Dedim, bugün onu edənlər 2 ay sonra artıq müsəlman olacaqlar, hamı evini bəzəyəcək, hamı Ramazanı qeyd edəcək, hamı iftar süfrələr açacaq, sahur süfrələr açacaq, hamı olacaq müsəlman, hamı oruç tutacaq. Yəni bu qeyri-realdır da, yəni bu göstərişdir ancaq. Həmin, inan ki, xanımlar, adamı hər şeydən diksindirirlər. Bu arada xanımlar, deməli, 40 dəqiqəyə bişdi. Mən heç YouTube'um, sosial şəbəkələrim yox idi xanımlar. Mən məhərrəmlikdə də evi bəzəyirdim, Ramazanda da bəzəyirdim. Amma sosial şəbəkələr olandan sonra da etmirəm. Niyə? İnsanı diksindirirlər. Yəni, insan diksinir, sanki hamı evci oynayır. Bunu həqiqətən dindar olan insanlar etsə, hə. Axı 2 ay bundan öncə bunlar hamısı bütpərəstlərin, xristiyanların bağlı olan bayramı qeyd edirdilər. Özləri bilmirdilər, niyə edirdilər. İndi deyəndə deyirlər ki, nə bilim, neçə il bundan öncə siz etmirdiniz. Mən də cahil olmuşam, etmişəm. Amma mən onu edəndə həm də Ramazanı qeyd etməmişəm. Mən artıq, deməli, doğru yolu bulmuşam, mən artıq onları etmirəm. Yəni, insan eyni zamanda hər şeyi necə edə bilər? İnsan bir əqidəyə qulluq etməlidir, insan bir dinə məhzəbə qulluq etməlidir də. Ona görə də, yəni, ona görə mən deyirəm 99% bütün paylaşımlar yalandır. 99% bu qədər böyük danışıram. O qədər insanı diksindirirlər, nə bilim, hamı olub, olsun, tək hamımız müsəlman olaq. Bəs mənim istədiyim nədir? Mən niyə bu qədər danışıram, niyə bu qədər bəs mən istəyirəm hamımız yaxşı insan olaq, hamımız doğru insan olaq, doğru yolda gedək. Zaten bunun üçün biz danışırıq, çalışırıq da. Amma elə deyil axı.
Amma ən acınacaqlısı da bilirsiniz nədir? Xanımlar, bu buğdadır. Bunu deməli isladıram. Bu gün də bişirdim bunu. Axşam bunu islatdım da, bu gün də bişirdim. İndi növbəti günlərdə iftara şorba bişirəcəm. Kanalımda da dəfələrlə paylaşmışam. Çox gözəl şorbadır. İndi bişirdiyim zaman yenə də paylaşacağam. Ən acıdancaqlısı odur ki, xanımlar, deməli yolka bəzəyənlər indi deməli Ramazan üçün bəzəyirlər evlərini, hamısı izlənir, hamısına hamı bəhbəh deyir. Amma mən Ramazanın mahiyyətindən danışıram. Ramazanla bağlı paylaşım edirəm. TikTok olsun, Instagram olsun, elə olsun YouTube izlənmir. Cahillər də başa düşmürlər. Xanımlar, bu ikincidir. Deməli bunun xəmiri biraz artıq oldu, göz yarı tökdüm. Bu biraz ondan belə çöpdü. Əslində deməli birini kişmişli etdim, digərin üzərini glazurlu edəcəkdim. Sonra da o üzəri çox çöpdü deyə etmədim. Üzəri səliqəli olanda düz olanda edirəm. Xanımlar, videom sonlamağa doğru gedir. Yəni acınacaqlıdır da, yəni həqiqətən insanlar nə bilim, bilmirəm. Belə fikrimi tamamlaya bilməyəcəm, videom az qalıb bitməsinə. İnşallah canlaşmağı düşünürəm. İndi bu gün gecdir, sabah baxacam. İftardan sonra canlaşaram. Zaten onu da çox qəlbi izləmirlər. Yəni elə belə deyil, öz-özümə danışmış oluram. Belə nə bilim, cəmiyyətimiz hara gedir, insanlar hara gedir, bilmirəm. Sadəcə mənə hər an mənə sübut olunur ki, mən doğru yoldayam. Yəni doğru yolda olduğum üçün belə bilmirəm. Fikirlərimi izah edə bilmirəm. Kəlmələr tapmıram, fikirlərimi ifadə edəm. İnsanlara qarşı olan fikirlərimi, duyğularımı ifadə edəm. Xanımlar, hər birinizi öpürəm. Allah amanında qalın, Allah əmanət olun. İnşallah canlı açacağam, canlı da danışacağam. İstəyənlər izləyərlər, istəməyənlər Allah hidayət etsin, nə deyə bilərik ki. Belə. Həqiqətən baxıram insanlara kənardan. Kişilər qadınların əlində oyuncağa çevrilib. Oğullar anaların əlində oyuncağa çevrilib. Həyat yoldaşının əlində oyuncağa çevrilib. İnsanlar bilmirəm hara gedir cəmiyyət. Hələlik gözəl xanımlar.